yay tətili, qış tətili, geniş günlər istisnadır, məsələn. Müəllim əslində məktəbə gəlməməlidir əmək məcəlləsinin tələbinə görə. Çünki müəllimin əmək məcəlləsi öhdəliyi sinifdə şagirdləndir. Şagird yoxsa bu gəlməli deyil. Niyə gəlir bəs Kamran müəllim? Direktor deyir ki, mən tabelini yazacağım, onu edəcəm. Baxın, biz əmək məcəlləsi, necə ki, xüsusi xidmət orqanlarına bağlı, xüsusi təyinatlarına bağlı, müəllimlə bağlı da ayrıca əmək məcəlləsi olmalıdır. Əmək hüququyla bağlı, əmək müqaviləsi, əmək öhdəliyi. Bu günləri yoxdur. Yenə də deyirəm, müəllim ştatlı işçidirmi? Yox. Heç bir direktor məktəbdə müəllimə deyə bilməz ki, sən saat 8-də gəl, 6-da gəl. Necə sən nədən işləsin ki, mən sənə bağladığım müqavilədə mənim bir stavka, neçə saat dərsim varsa mənim əmək öhdəliyim budur. Həmin müddətdə məktəbdə. Ona görə də bu günləri, məsələn, biz neylədik? Sinif rəhbərliyinə görə elə bir pul verirlər ki, inanla heç ona görə sinif rəhbər olmaq istəmir. Onun yazısı, pozusu, məsuliyyəti var. Yenə də deyirəm, təhsil sistemində inanın bir dənə A4 kağızı götürür, həlli izahlı məsələləri qoya bilərik.